Belqradın ən məşhur şirniyyatlarından biri olan Mamilə Palatsinki'dən Nutellalı şirniyyatının dadına baxacağıq. Hop, 4 dənə birinçinin arasında şokolad olmalıdır. Görək dadı necədir. O belə bir şeydir. Bu ne axıdır? Həqiqətən çox mükəmməldir bax. Dadına bax. Axıb tökülür axı. 2 qat deyirsən bunu. Ondan sonra şokoladı nəyin arasına qoysan dadlı olacaq da. Qiymətini zadını deyim yoxsa? Bu dördlü şirniyyatın qiyməti 500 dinardır. Gördüyünüz bu dörtlü şirniyyatın qiyməti 500 dinardır. Yəni 8 manat 50 qəpik. Bu yediyim 4-cü şirniyyatdır, amma həqiqətən də 3 dənəsi kifayət eləyir. Daha çox Belqradın küçə ləzzətlərini dadmağımı istəyirsinizsə, məni bəyənib və takip eləməyi unutmayın.